Salam, hər vaxtınız xeyir əziz ikincilər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim iki video izah olacaq. Mətnin hissələri və cümlənin genişləndirilməsi mövzuları. Deməli, ilk öncə öyrənək görək mətnin hissələri nə deməkdir? Bu arada uşaqlar, video faydalı olacaqsa irəlidəki dəqiqələrdə videonu bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Mətnin hissələri nə deməkdir? Biz bilirik ki, mətnin hissələri mətni düzgün anlamaq və yazmaq üçün əsas anlayışlardandır. Azərbaycan dil dərslərində mətn adətən 3 hissədən ibarət olur. Giriş hissə, əsas hissə və sonluq, nəticə, yekun hissə. Yəni bu 3 addan üçündə istifadə edirik. Əsasən sonluqdan istifadə edirik, yəni 2-ci sinifdə. Giriş hissə nədir? Mətnin başlanğıcıdır, mövzuya hazırlıq yaradır, hadisənin, şəxsin, zamanın və ya məkanın qısa təqdimatı verilir. Yəni, oxuduqda maraq yaradır ki, irəlidəki cümlələri daha diqqətlə, daha belə deyək, maraqla oxusun. Əsas hissə nədir? Mətnin ən geniş hissəsidir əsas hissə. Çünki əsas hadisələr burada cərəyan edir. Fikirlər ardıcıllıqla və ətraflı izah olunur. Sualı belə deyək də cavablayır. Hadisə belə deyək, necə inkişaf edir? Bu formada sualın cavabı əsas hissədə var. Nəticə isə mətnin son hissəsidir, yəni sonluq hissə. Hadisəyə yekun vurulur, nəticə, ibrət və ya müəllif fikri verilir. Sonda nə baş verdi? Nəticə nə oldu? Suallarının cavabıdır. İndi gəlin başlayaq. İlk sualdan deyir ki, hansı cümlə mətnin son cümləsi ola bilər? Nəticədə, baxın elə adını çəkmişdim ki, nəticədə burada A variantında bizə verilib, cavab A variantıdır. 2-də isə bizə deyir, hansı cümlə mətnin giriş cümləsi ola bilər? Həmin gündən sonra qız daha danışmadı, ola bilməz. O gündən sonra mən işləməyə başladım, ola bilməz. Biri var idi, biri yox idi. Uşaqlar, baxın, biz çox vaxt nağıllarda, hekayələrdə elə başlanğıc cümləni necə oxuyuruq? Biri var idi, biri yox idi. Ona görə olacaq C variantı. 3-də deyir, bu mətnin hansı hissəsinə aiddir? Bir çox mətnlərdə qəhrəmanlar problemlə üzləşirlər. Təbii ki də əsas hissədə problemlə üzləşirlər. Yəni, hadisələrin baş verdiyi hissədir. 4-də isə deyir, hansı cümlə mətnin giriş cümləsi ola bilməz, giriş ola bilməz. Mən bu il məktəbə gedəcəyim, olacaq, ailəmiz 4 nəfərdən ibarətdir, olacaq, Cəlal məni görüb təəccübləndi. Bu əsasən də deyəsən əsas hissəyə aiddir. 5-də deyir, hansı mətnin giriş hissəsinə aid deyil. Hadisələrin nəticəsini biz burada görürük. Əlbəttə ki, nəticə giriş hissəyə aid deyil, sonluğa aiddir. 6-da bizə deyir, nümunə mətnin hansı hissəsinə aiddir? Nəhayət varsa, deməli, sonluğa aiddir. Cavab C variantı. 7-də deyir, nümunə mətnin hansı hissəsinə aiddir? Günlərin bir günündə uzaq bir kənddə qonaq getdi. Bu kəndin insanları çox səmimi və mehriban idilər. Deməli, uşaqlar, burada baxırıq, görürük, hansı hissəyə aiddir. Deməli, baxırıq, elə giriş hissəyə, günlərin bir günü varsa, giriş hissəyə aiddir. 8-də deyir, hansı cümlə mətnin son cümləsi ola bilməz? Nəhayət və beləliklə ola bilər, çünki sona aiddir, amma mənim adım Güneldir, bu giriş hissəyə aiddir. 9-da isə deyir, mətndə bunlardan hansı məlumdur? Mən həyətdə oturmuşdum, qonşu məni çay içməyə dəvət etdi, biz birlikdə çay içdik, söhbət etdik. Təbii ki də yer məlumdur, çünki həyətdə oturmuşdular, cavab B variantı. Uşaqlar, gəlin cümlənin genişləndirilməsi haqqında da qısa bir məlumat verim, daha sonra testlərinə başlayaq. Deməli, uşaqlar, nədir cümlənin genişləndirilməsi? Cümlənin genişləndirilməsi sadə cümləyə yeni sözlər əlavə etməklə onu daha ətraflı və dolğun etməyə deyilir. Cümlə necə genişləndirilir? Təbii ki də, belə deyək də, cümləyə yeni sözlər əlavə etməklə. Bir nümunə gətirim. Məsələn, belə deyək, uşaq kitab oxuyur. Daha doğrusu, uşaq oxuyur. Balaca uşaq oxuyur. Balaca uşaq kitab oxuyur. Balaca uşaq axşam evdə maraqla kitab oxuyur. Baxın, görürsünüz, artıq bir neçə sözlər əlavə etməklə cümləni genişləndirdik. Təbii ki də addım-addım genişləndirmə, sual verməklə genişləndirmə hələ ki sizə aid deyil. Bu qədərini bilsəniz sizə kifayət edər. 26-cı testin ilk sualına baxırıq. İlk sualda deyir, cümləni genişləndirmək üçün hansı sözdən istifadə etmək olar? Alma, dadlı,
Hansı sözü qoysaq genişlənəcək? Qara olmur, alma acı da olmur. Ona görə qırmızı meyvədir. Cavab A variantı. 20, daha doğrusu 2-də deyir, hansı cümləni genişləndirmək üçün daha çox sözdən istifadə olunmuşdur? Bir sözdən, iki sözdən, üç sözdən istifadə olunub. 1, 2, 3, 4. Təbii ki də C variantında daha çox sözdən istifadə olunub. 3-də deyir, cümlədə hansı suala cavabı yoxdur? Aysu sarı donunu geyindi. Kim sarı donunu geyindi? Aysu. Aysu hansı donunu geyindi? Sarı donunu. Aysunun köynəyi hansı rəngdir? Təbii ki də dondan söhbət gedir. Köynəkdən yox, cavabımız olacaq C variantı. 4-də isə bizə deyir ki, atam ... gəldi cümləsini genişləndirmək üçün hansı sözdən istifadə etmək olmaz? Atam şəhərdən gəldi, olar. Atam sabah gəldi, ola bilməz. Atam işdən gəldi, ola bilər. Cavabımız olacaq olmaz dediyinə görə B variantı. Məsələni həll etdi cümləsinə hansı söz əlavə edəcək? Hərəkəti kimin icra etdiyi bilinir. Təbii ki də müəllim məsələni həll etdi. Çünki kim həll etdi? Müəllim həll etdi. Çətin məsələni həll etdi. Burada icraçı bilinmir. Asan məsələni həll etdi. Eyni şəkildə icraçı bilinmir. Cavabımız olacaq A variantı. 6-da deyir, hansı cümləni genişləndirmək üçün qapını sözündən istifadə etmək olar? Orxan qapı pəncərəni açdı. Təbii ki də elə A variantı düzgün variantdır. 7-də deyir, anam yemək bişirdi cümləsini genişləndirmək üçün hansı sözlərdən istifadə etmək olar? Anam dadlı yemək bişirdi. Anam bizə yemək bişirdi. Olacaq 2, 1 və 3 B variantı. 8-də deyir, çox hündürdür cümləsini genişləndirmək üçün hansı şəkil adı bildirən sözdən istifadə etmək olar? Təbii ki də banan çox hündürdür olmaz, şokolad çox hündürdür olmaz, bina çox hündürdür olmuş olacaq. Cavabımız C variantı. 9-da deyir, cümlədə hansı sualı cavab var? Uşaqlar həyətdə oynayırdılar. Baxaq, uşaqlar neçə nəfər idilər? Suala cavab var istəyir, bilinmir. Uşaqlar hansı oyun oynayırdılar, bilinmir. Uşaqlar harda oynayırdılar, həyətdə oynayırdılar. C variantı. Onda deyir, hansı cümləni genişləndirmək üçün balaca sözündən istifadə etmək olar? Aynur balaca hamını qarşıladı. Ola bilməz. Biz balaca tez getdik. Olmaz. Balaca uşaq ağlayırdı. Ola bilər. Cavab C variantı. Çalışmalarına baxaq. Verilmiş sözləri uyğun yerlərə yazmaqla cümlələri genişləndirin. O, sakit, o mehriban və sakit qızdır. A tapşırığına. Quyu çox dərin və qaranlıqdır. B tapşırığına. Film həm əyləncəli, həm də qorxulu idi. Qorxuludur. Bakı qədim və gözəl şəhərdir. Şokolad dadlı və şirindir. Bu da E tapşırığına getmiş olacaq. 2-də deyir ki, nöqtələrin yerinə uyğun gələn sözlər əlavə etməklə cümləni genişləndir. Uğur ucadan danışdı. Ucadan danışdı. Müəllim sinifə gec gəldi. Yaza bilərsiniz. Müəllim sinifə gec gəldi. C-də deyir, atam dəftər, qələm, kitab aldı. D-də yaza bilərsiniz. Mən onu gördüm. Mən məktəbin həyətində onu gördüm. Nuray çox səliqəli və gözəl geyindi. F-də isə o çalışqan və sakit oğlandır. Ola bilər. 3-də isə deyir, verilmiş cümlədən çıxan nəticələri seçin. Günel və Orxan həmişəki kimi əlaçı oldular. Günel və Orxan tənbəldirlər. Xeyr, belə bir nəticə yoxdur. Günel dərslərini pis oxuyur. Xeyr, əlaçı idi. Günel və Orxan həmişə əlaçı olurlar. Düzdür. Günel və Orxan çalışqan şagirdlərdir. Bəli, C və D uyğun gəlir. 4-də deyir, dadlı sözünü əlavə etməklə genişlənən cümlələri işarə edin. Tort şirin və dadlı idi. Əli ağıllı dadlı uşaqdır olmaz. Ona görə bunu götürə bilmərik. Leyla ağ və dadlı Donald ola bilməz. Yeməklər dadlı və ləzzətlidir ola bilər. Deməli, uşaqlar, tapşırıqlarımız bu qədər. Digər video izahlarda isə ç, çi, çu, çu hissəciyi və gözlə görünən və görünməyən mövzular haqqında məlumat verib, daha sonra çalışmalarla sizinlə birlikdə işləyəcəyik. İndi isə videonu bəyəndinizsə bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər uşaqlar. Hələlik.